məhkəmənin qərarına əsasən mən bunu gözləmirdim. Çünki mənim uşağım bu iş yəsi olmayıb. Mənim uşağım dövlət işində işləyib. 10 ildir. Mənim uşağım dindar uşaqdır. 6 yaşında namaz qılır, Quran oxuyur, oruç tutur, dövlət işində işləyir. Akademiyanı Belarusiyada oxuyur. Mənim uşağım oruç tutub, orucla gedib, oruc açmayıb. Gedib ki, mən gedib şəhərə dəyim, gəlib orucda orucumu açaram. Bunu narkotizm deyirlər, narkobaron deyirlər, bu işi təşkil edənlər var, başda oturur, əmr verənlər var. Mənim uşağımı tutublar, təkcə mənim uşağımı yox, bütün dindarları tutub basır, həbs eləyib, basırlar içəri. Mənim başım çıxmır, bu dindarlardan bunlar nə istəyirlər? Bu dindarlar bu Qarabağı alanda Allahu Əkbər deyə 44 gün ərzində Qarabağı aldılar. Ağıllı başlı idilər də Allahu Əkbər deyə böyük bir qələbəyi dünyaya tanıtdırdılar Azərbaycana. Bütün dindarları, Quran əhliləri, alimləri, hafizi Quran, natiqi Quranları hamısını tuturlar, basırlar içəri, həbs edirlər narkotiklə. İşi əmr verən, bu işin başında olan, mənim uşağımın nahaq yerə tutub, gətirib, basıb, orada atası da xəstədir. Atası həm şəkərdir, həm ünsiyyət keçirdi, həm də nevroloji xəstədir. Bu adam xəstədir, bunun müalicə lazımdır, bu uşağı idara lazımdır, körpəsi var. Biz də ailə qalmışıq ortalıqda, biz neyləyik? Mən xəstəmə baxım, ailəyə baxım, mən körpəsinə baxım, mənim uşağımı şərləyib, narkotik ilə gəlib basıb ora. Sən bu dövlət, əgər bu dövlətin qulduru varsa, o səfər demişəm mən sözümü, o dövlətin yəsi də var. Yəsi də nəticə çıxarsın. Hər kim bunu təşkil edibsə, əmr veribsə, Allah Taala onun özünə, balasına hədiyyə eləsin o yeri. Mənim ürəyim yandıqca onun ürəyi də o cür yansın. Onun balasının özünün hədiyyəsi olsun. Stalin rejimini yaşayırıq. O vaxtı Stalin də belə dindarları şərləyib, güllələtdirib hamısını yarısı da Sibirə göndərib. Biz Azərbaycanda qorxuruq. Biz elə bilir ki, Azərbaycanda biz erməniəsirik, Ermənistanda yaşayırıq. Biz öz vətənimizdə rahat nəfəs ala bilmirik. Belə şey olarsa mənim uşağıma şərrəqinə, narkotiklə olmadığı ki, olduğu kimi qələmədir, mənim uşağımı bas içəri. Sən Allaha nə cavab verəcəksən? Mən Əhl-i-Beyt aşiqiyəm. Külli kainat gəlsə Əhl-i-Beytin aşiqiyəm. Mənim qəlbimdən Quranı, Əhl-i-Beyti silə bilməz. Hər kim silsə, Allah Taala onun özünü yer üzündən siləcək. Mən Allaha tapşırmışam. Mən onu Qurana tapşırmışam. Hər kim mənim balamı aparıb, xəstə atasını, ailəyə bir dənə çörək, ruzu gətirən o idi. O səviyyəyə salıbsa, Allah bəlasını versin. Allah ona min təsbih ləhnət etsin.